Herkese salam, yeni bir derse hoş gelmişsiniz. Bugün sizə sonuncu əsas nitq hissəsi olan zərfi izah edirəm. Zərf Alman dilində das Adverb adlanır. Bəzən tələbələr olur ki, Azərbaycan dilinin qrammatikasını bilmədiyi üçün və yaxud unutduğu üçün Alman dilində də başa düşməkdə çətinlik çəkirlər. Bu nəinki Alman dilində, başqa dillərdə də belədir. Əgər biz həmən qaydanı öz dilimizdə bilmiriksə, yəni mənimsəyib qavramamışıqsa, təəssüflər olsun ki, başqa dildə də biz onu öyrənməyə çalışanda o bizim üçün 2-3 qat daha çətin olur. Buna görə məsləhət görərdim ki, biraz da olsa həmən mövzu haqqında Azərbaycan dilində araşdırıb mənimsəyəsiniz, sonra isə hansı dili öyrənirsinizsə, həmən qrammatik mövzunu o dildə öyrənə bilərsiniz. Buna görə də qısaca zərfi paralel şəkildə izah eləyəcəm ki, daha yaxşı başa düşəsiniz. Elə isə başlayaq. Hərəkətin necə, nə cür, hansı tərzdə olduğunu bildirən əsas nitq hissəsinə zərf deyilir. Zərflər cümlədə hərəkətlə bağlı olur və hərəkətin əlamətini bildirir. Bu eyni ilə Alman dilində də belədir. Gəlin nümunələrə baxaq. Onlar yavaş-yavaş gedirlər. Nə edirlər? Gedirlər. Kim? Onlar. Onlar necə gedirlər? Yavaş-yavaş gedirlər. Yavaş özü əsas nitq hissəsi olaraq sifətdir. Əgər özündən sonra isim gələrsə, bu sifətdir. Yox, özündən sonra gələn feildirsə, yəni hərəkətə aiddirsə, bu zaman zərf kimi çıxış edir. Yəni, misal, yavaş maşın mənim xoşuma gəlmir. Hansı maşın? Yavaş maşın. Burada gördüyünüz kimi yavaş plus maşın. Yəni maşın isim olduğuna görə və hansı sualına cavab verdiyinə görə olur əsas nitq hissəsi olaraq sifət. Ancaq nümunəyə baxın. Onlar yavaş-yavaş gedirlər. Necə, nə cür, nə tərzdə gedirlər? Yavaş-yavaş gedirlər. Deməli, hərəkətin tərzini bildirir. Buna görə də yavaş burada zərf kimi istifadə olundu. Alman dilində olan cümləyə baxsaq, Sie gehen langsam. Onlar yavaş-yavaş gedirlər. Langsam artıq feilə aid olduğuna görə zərfdir. O yaxşı danışır. Nə edir? Danışır. Kim? O. O necə danışır? Nə cür danışır? Hansı tərzdə danışır? Yaxşı danışır. Deməli, burada yaxşı nədir? Zərfdir. Misal, yaxşı kitab. Hansı kitab? Yaxşı kitab. Bu artıq nədir? Sifətdir. Niyə? Özündən sonra isim gəldi. Amma yaxşı danışır. Özündən sonra feil gəldiyinə görə deməli zərf oldu. Almancasına baxsaq, spricht gut. Deməli, hərəkətə aid olduğuna görə zərf kimi çıxış etdi. Anna ucadan gülür. Nə edir? Gülür. Kim? Anna. Anna necə gülür? Ucadan gülür. Hərəkətin tərzini göstərir. Buna görə də ucadan artıq zərfdir. Anna lacht laut. Azərbaycan dilində olduğu kimi Alman dilində də zərflərin quruluşca 3 növ var. Deməli, burada kiçik bir haşiyə çıxmaq istəyirəm. Alman dilinin öz qrammatika kitabında zərf bölməsini oxusaz, yəni bu şəkil cümlə orada tapa bilmərsiniz. Bəzi məqamlar olur ki, biz bəzi mövzuları öz dilimizin qrammatikasında izah eləyərkən nə edirik? Oxşatmağa çalışırıq ki, tələbə onu yaxşı mənimsəsin. Təbii ki, hər bir dilin özünə xas, özünə məxsus qrammatik xüsusiyyətləri olur ki, indi bunu aşağıda da izah eləyərəm. Sadə zərflər einfach adverbin, sehr, çox, hier, burada, dort, orada. Düzəltmə zərflər abgeleitete adverbin, abends, axşamlar, morgens, səhərlər, täglich, gündəlik və s. Mürəkkəb zərflər zusammengesetzte adverbin, dorthin, oraya, vorgestern, sırağa gün, teilweise, hissə. Alman dilində sadə zərflər bir kökdən ibarət olur. Oben, yuxarıda, unten, aşağıda. Aşağıdakı şəkilçilər vasitəsilə düzələn zərflər düzəltmə və mürəkkəb zərflərdir. Qeyd etdiyim kimi, Alman dilinin öz qrammatik kitabında sadəcə zərf bölməsində yazılır ki,
Bu sufikslər vasitəsilə düzələn zərflər. Sadəcə belə, yəni sadə bir şəkildə bizim Azərbaycan dilində niyə oxşadırıq? Çünki bildiyimiz kimi düzəltmə sözlər şəkilçilər vasitəsilə düzəlir. Mürəkkəb sözlər isə iki və ya daha artıq sözün birləşməsindən əmələ gəlir. Burada da bəzi sözlər var ki, ayrılıqda da mənası var. Buna görə də biz artıq bunu mürəkkəb zərf kimi deyirik. Ancaq qeyd etdiyim kimi almanlar buna sufikslər vasitəsilə düzələn zərflər deyir. Hansı şəkilçilərdir? Es, weise, halber, ermassen, odermassen, wärts, links, links, mals, weg. Nümunələrə baxsaq, der Abend, axşam. Abends, axşamlar artıq isimdən düzələn zərf oldu. Der Notfall, təcili vəziyyət. Notfalls, təcili vəziyyətdə. Der Teil, hissə, teilweise, qismən. Das Beispiel, nümunə, beispielweise, məsələn, elə nümunə kimdə istifadə oluna bilir. Die Sicherheit, təhlükəsizlik. Sicherheitshalber, təhlükəsizlik baxımından. Der, ki cinsini bildirən artikel, dermassen, o qədər və yaxud bu qədər. Rückwärts, geriyə doğru. Vorwärts, irəliyə doğru. Allerdings, amma, ancaq, lakin. Deməli, belə bir cümlə qeyd etdim ki, hər dilin özünə xas qrammatik qaydaları var. Məsələn, Azərbaycan dilində şəkilçilər vasitəsilə yeni söz əmələ gəlir. Bu şəkilçilər vasitəsilə hansı ki zərflər düzəldir, ancaq ya həmən mənanı verir, ya da tamam fərqli bir söz olur. Buna görə də bəzən çox da dərinliyə getməyə lazım deyil. Zərflərin mənaca növləri die Arten der Adverben nach dem Inhalt. Zərflərin mənaca aşağıdakı növləri var. Yer zərfləri, Adverben des Ortes oder lokale Adverben. İkinci zaman zərfləri, Adverben der Zeit. Üçüncü tərzi hərəkət zərfləri, Adverben der Art und Weise. Dördüncü səbəb və məqsəd zərfləri, Adverben des Grundes und Ziels. Deməli, bugün biz sizinlə birinci yer zərflərini öyrənirik. Qeyd etdik ki, lokale Adverben o da Adverben des Orts adlanır. Deməli, wo, harada suallarına cavab verən yer zərfləri, hier, burada, dort, orada, da, burada, oben, yuxarıda, unten, aşağıda, links, sol və yaxud solda, rechts, sağ və yaxud sağda. Wohin, haraya suallarına cavab verir. Hinauf, yuxarıya. Zurück, geriyə. Dorthin, oraya. Vorwärts, irəliyə. Woher, haradan sualına cavab verir. Davon, buradan. Gəlin nümunələrə baxaq. Mənim çantam hardadır? Wo ist meine Tasche? Deine Tasche ist hier. Sənin çantan buradadır. Deməli, hier, yer zərfidir. Sizin sinif otağınız harda yerləşir? Wo liegt euer Übungsraum? Unser Übungsraum liegt oben. Bizim sinif otağımız yuxarıda yerləşir. Oben, yuxarıda, deməli, yer zərfidir. Hara gedirsən? Wohin gehst du? Ich gehe hinauf. Mən yuxarıya gedirəm. Hinauf, yuxarıya, yer zərfidir. Biz hara getməliyik? Wohin sollen wir fahren? Wir sollen rechts fahren. Biz sağa getməliyik. Rechts, sağa, yer zərfi. Deməli, cümlələrdə istifadə olunan zərflər yer zərfləridir. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.